Dayan, bu videonun qarşına çıxdısa, bu təsadüf deyil. Sənə bürclərin heç bir ulduz falında yazılmayan, qədim kitablarda gizlədilən ən qaranlıq sirrini açacağım. Amma xəbərdarlıq edirəm, bunu bildikdən sonra dostlarına eyni gözlə baxa bilməyəcəksən. Bizə həmişə deyirlər ki, şirlər liderdir, tərəzilər ədalətlidir. Yalandır, bu sadəcə bir maskadır. Əslində hər bir bürcün altında yatan bir zodyak qatili enerjisi var. Məsələn, sən bilirdinmi ki, statistikaya görə ən təhlükəli cinayətkarlar həmişə eyni 3 bürcdən çıxır. Bürclər sadəcə xarakter deyil, onlar bir koddur. Sənin doğulduğun an, ulduzların düzülüşü, sənin ən böyük zəifliyin, kim tərəfindən xəyanətə uğrayacağını artıq müəyyən edib. Bəli, sənin ən yaxınındakı o bürc əslində sənin ən böyük düşmənindir. İndi isə o böyük sir. Kainatın qanununa görə bu videonu bəyənib abunə olanlar öz bürcünün mənfi enerjisindən qorunma şansını 80% artırır. Çünki məlumat gücdür. Şərhlərdə bürcünü və ən çox hansı bürcdən qorxduğunu yaz. Əgər bu video 5000 bəyənmə yığsa, növbəti videoda heç vaxt etibar edilməyəcək 3 bürcü adları ilə açıqlayacağım. Özünü qoru, çünki ulduzlar yalan danışmır.